Salam əzizləyicilər. Bugün boş markalı paltaryanı təmir edirik. Paltaryanın problemi, yəni müştərimizin şikayəti vaxtından çox işləməyi və işlədiyi zaman işıqlar sönürdü, opuşdan atırdı. Və problem su qızdırıcıda idi. Gördüyünüz kimi su qızdırıcı sıradan çıxmış bir vəziyyətdədir. Artıq hər şey göz qabağındadır, görürsünüz. Və paltaryanın su qızdırıcısını yenidən çıxardaraq yenisi ilə bərpa edirik. Sizin də paltaryanınızda belə bir problemlər varsa, bizimlə əlaqə saxlamağı unutmayın. Əlaqə nömrəmiz alt hissədə yazılmışdır. Və artıq yenisi ilə bərpa etdik. Kanala abunə olub like atmağı unutmayın, zəhmət olmasa.